Təhsilin ilk pilləsi sayılan məktəbəqədər təhsil müəssisələrinin necə formalaşdığı, hansı metodlar ilə fəaliyyət göstərmələri haqqında maraqlı faktları sizlərə təqdim edəcəm. Balacalar üçün kindergarten dilimizə uşaq bağçası kimi tərcümə olunan ilk məktəbəqədər müəssisənin yaradıcısı 1841-ci ildə Alman pedaqoqu Friedrich Froebel olmuşdu. Friedrich Froebel bu bağçanı oyunlar vasitəsilə uşaqların özlərini inkişaf etdirə biləcəkləri və ətraf mühiti öyrənə biləcəkləri yer olaraq nəzərdə tutmuşdu. Friedrich Froebelin fikrincə, təlimlər oyun, rəsm, musiqi ilə aparılmalıdır. Azərbaycanda ilk bağça 1907-ci ildə Dəcəllər Məktəbi adlanan uşaq bağçası təşkil olunmuşdu. Məktəbəqədər təhsilin dünya ölkələrində yaş dövrlərini nəzərə yetirsək, İsviçrədə 3 aydan 5 yaşa kimi, Türkiyədə 3 yaşdan 6 yaşa kimi, ABŞ-da 2 yaşdan 5 yaşa kimi, ölkəmizdə isə 1 yaşdan 6 yaşa kimi aralığı əhatə edir. Uşaq bağçası adlanan birləşmənin mənasına nəzər yetirsək, Friedrich Froebelin bu terminini unutmayaq. Uşaqlar bağçadakı güllər kimi sevgi, nəvaziş, qulluq tələb edir. Onlara sevgi, qulluq, nəvaziş göstərdikcə böyüyür və inkişaf edirlər.